Deməli, bir neçə həftədir mən bu şəkildən istifadə edirəm ibadətimizin əvvəlində. Köhnə və yeni həyat işarələridir və ayrı-ayrı istiqamətləri göstərən işarələrdir. Və fikirləşirəm ki, doğrudan da bizim Məsih İsa'ya iman etdiyimizdən sonra bu işarələr öz yerini tapırlar. Çünki mümkün deyil ki, Allaha yaxınlaşan insan öz təbiətində o dəyişiklikləri yaşamasın. Mümkün deyil. Yəni, əgər bir insan bütün ürəyi ilə, saf düşüncələri ilə, xoş niyyəti ilə, Allaha daxilində bəslədiyi məhəbbət ilə Allaha yaxınlaşırsa, onda o dəyişilməyə başlayır. Onu dəyişilməyi vacibliyi vurğulanır. Bəli, vurğulanır. Tələb olunur. Mən deyərdim ki, onun imanına görə, Allah ilə sıx münasibətinə görə tələb olunur, amma biz o tələbi başqa insanlara vermirik. Və mənim məsihçilikdə sevdiyim hissələrdən biri, çox hər şey sevirəm, sevdiyim hissələrdən biri, biz başqalarında düzəlişlər aparmaq üçün dəvət edilməmişik. Sən belə olmalısan. Yox, mən belə olmalıyam. Ona görə mənim, bilmirəm bu ifadə kimə məxsusdur, amma çox yaxşı bir düşüncə. Biz müqəddəs kitaba güzgü kimi baxırıq. Hə, müqəddəs kitabda bu ayə var, amma bunu ifadə kimi kimsə belə də söylədi ki, biz müqəddəs kitaba güzgü kimi baxırıq ki, özümüzdə düzəlişlər edək. Müqəddəs kitab bizim üçün böyüdücü şüşə deyil ki, biz digərlərində çatışmayan cəhətlərinə, uyğun olmayan hərəkətlərinə, günah hissli münasibətlərini aşkar edək. Yox, o bizim işimiz deyil. Əgər kimsə bunu etmək istəyirsə, Allah işinə vand eləsin. Amma böyük bir xeyir-dua özünə diqqət yetirməkdir və Allaha özünə aid etməyindən zövq almaqdır. Çox sadə sözlərdir, amma nə qədər də böyük məna var onda. Özünü Allah etməyindən zövq almaq, xoşallanmaq, razı qalmaq, məmnun olmaq. Mən külli ixtiyarı tanıyıram. Külli ixtiyar olan Allah da məni tanıyır. Necə də həyatımız üçün vacib olan bir fikirlərdir ki, haçan müqəddəs kitab bizə aydın şəkildə açıq, aşkar bildirir ki, külli ixtiyar olan Allah bizim həyatımızdan xəbərdardır. Nə qədər insan yaşayır və fikirləşir ki, Allah onun düşdüyü vəziyyəti bilmir. Yaşadığı o emosional stressdən bir xəbərdir. Üzləşdiyi qarşıdurmadan sanki yan gedəndir. Əsla elə deyil. Rəbb Allah insanlara yaxındır və Rəbb Allah insanlara ona güvənməyi, ona etibar etməyi, bir söz ilə ona iman etməyə çağırır. Süleyman məsələlərində çox maraqlı bir düşüncə verir bizə. Bütün qəlbinlə Rəbbə güvən. Uyda, bütün qəlbinlə Rəbbə güvən. Öz idrakinə etibar etmə. Həyatında üzləşdiyin, o həyatdan aldığın təcrübəyə görə yeni münasibətləri qurma. Çünki biz insanlar bu şeylərə vərdiş etmişik, biz öyrənmişik. Əlimiz bir dəfə yandığı yerdə ikinci dəfə ora vurmaq istəmirik. Bəzi insanları etibarsız gördüyümüz halda istər-istəməz də yeni bir münasibət qurduqda o qədər də etibar etməyi bacarmırıq. Amma Rəbbi seyr edənlər kimi, Rəbbə güvənənlər kimi və özümüzlə səmimi davranan insanlar kimi bilirik ki, hətta biz doğru davranmayanda Allah münasibətini bizə dəyişdirmiş. Bəlkə biz də bunu öyrənək, bəlkə biz də insanlara etibar etməyə, yeni şans verməyə imkan yaradaq. Süleyman deyir, bütün yollarında onu tanımağa çalış, onu tanı. O səni yollarını düzəldəcək. Necə maraqlıdır. Hər bir işin əvvəlində, hər bir işin başında Rəbbi səsləyərək çağırırsan ki, ya Rəbb, bu yolu mənimlə bərabər get. Bilmirəm o yolda məni nə gözləyir, mən bilmirəm nə ilə və kimlərlə qarşılaşacağam, amma mən istəyirəm ki, bu yolu sən mənimlə gedəsən və sən mənimlə getdiyin halda
bütün yollarımı sən düzəltmiş olacaqsan. Bütün müqəddəs kitab məhz bu düşüncədə bizi istiqamətləndirir ki, biz Rəbbə güvənməyi bacaraq və bu günləri bir düstur da təqdim etməyə çalışacağam sizə. Ümumiyyətlə bizim imanımız nədən ibarətdir? Çünki iman sadəcə bir ifadə, bir söz deyil. Onun tərkib hissəsi var ki, imanı təşkil edir. Və Allaha etibar etmək və Allaha güvənmək barəsində Rəbb Allaha iman edən insan ona etibar edir. Və orada dırnaq içində hər vəziyyətdə etibar edir. Və bilirsiniz, Allaha etibar etməyi də biz öyrənirik. Bəzən çətin olur, bəzən bilmirik bizi nə qarşılayır, nə gözləyir, amma biz müqəddəs kitab səhifələrində öyrənirik ki, Allah vəfalıdır, Allah sadiqdir. Və məhz Allah haqqında bizim düşüncələrimizdə formalaşmış bu düşüncə tərzi Allah vəfalıdır və sadiqdir, ona etibar etməyə sövq edir bizi. Biz onu güvənməyi bacarıq. Əgər Allah İbrahim peyğəmbərə sadiq qalıbsa, Allaha nə mane ola bilər mənə sadiq qalsın? Əgər Allah Davud peyğəmbərin getdiyi bütün yollarında onunla idi və ona dəstək verirdisə, Allaha nə mane ola bilər bütün yolları ilə mənimlə getsin, məni öyrətsin. Əgər adları müqəddəs kitaba düşmüş peyğəmbərlərin həyatına nəzər salsaq, biz görürük ki, onlar kamil insanlar deyildilər. Bizim kimi adi bir insanlar idilər. Adi bir insanlar, onların da öz qorxuları, şübhələri, onları narahat edən məsələlər var idi. Amma Allaha güvənməkləri, Allaha etibar etməkləri onları daxili təbiətdə dəyişilməklərinə səbəb oldu. Onlar daxili təbiətdən dəyişildiklərinə görə onlar güclü bir insanlara, güclü bir şəxsiyyətlərə çevrildi. Tərəddüd edən, qorxaq olan İbrahim xalqlar atasına çevrildi. İbrahim adı aldı. Nə qədər də sambal var o adda, İbrahim, hə? Allah onun üçün etdi. Onun hünəri, qolunun qüvvəsi, dilinin belə iti danışması deyil. Allaha güvənməyi onda bu xəssiyyəti yaratdı. Allaha etibar edən insan çox maraqlıdır ki, ürəyində xüsusi bir həzz hissi alır, xüsusi bir sakitliyə malik olur və bilir ki, Allah onun üçün edəcək. Və bu düşüncə onda bir sabitlik yaradır. Allah bunu edəcək. Allah mütləq mənim üçün natamam qalmış işlərimi tamamlamağa kömək edəcək. Allah məni aciz qoymayacaq. Məhz bu ürəyimizdə yer alan bu sülh, hansı ki sakitlikdə və sabitlikdə özünü göstərir, o bizi əmin insan edir. Və ona görə biz həyata baxdıqda qorxaq, tərəddüd edən deyil, Allaha güvəndiyimizə görə də Allahı tanımadığımız zamanlarda edə bilmədiyimizi böyük bir həvəslə etməyə başlayırıq. Niyə? İçimizdə olan Allaha etibar. İçimizdə olan Allahı tanıma. Rəbb sadiqdir. Rəbb vəfalıdır. Və Rəbbin sədaqətinə iman edən bizlər ona olan bu münasibətinə görə özümüz dəyişilirik. Allahın bizə olan münasibətinə görə biz özümüz dəyişilməyə başlayırıq. Düşüncələrimiz dəyişilməyə başlayır və bizim düşüncələrimiz dəyişildiyinə görə bizim rəftarımız dəyişilir. Çox maraqlıdır. Rəftarın nə qədər həyatımız üçün vacib olduğunu anlayırıq. Çünki müqəddəs kitab aydın şəkildə bizə öyrədir ki, əkdiyini biçəcəksən. Bu qaçılmaz bir həqiqətdir. Bu qaçılmaz həqiqətdir. Əgər öz həyatını təşkil eləmək üçün başqalarını düşünmədən hərəkət edirsənsə, biçəcəksən. Qaçılmayacaq. Allah müqəddəs kitab vasitəsilə bizi agah edir və qarşını almağa çalışır ki, o qazdığımız quyulara özümüz düşməyək. Heç kim üçün quyular qazmayaq. Əgər kiminsə yolunda dərələr varsa, dolduraq. Dolduraq onları. Münasibətimizdə diqqətli olaq. Və çox maraqlıdır ki, bizim insanlara olan rəftarımız, hansılar ki, düşüncələrimizin dəyişilməyindən irəli gəlir, o bizim xəssiyyətimizi formalaşdırmağa başlayır. Xəssiyyət baxımından tamam başqa insan oluruq və bizim gözlə görünməyən xəssiyyətimizdə olan dəyişikliklər ruhun səmərəsində görsənməyə başlayır.
onlar aşkar edilir. Sülhdə, məhəbbətdə, qayğıda, diqqətdə, dəstək verməkdə Allah istəyir ki, biz o dəyişiklikləri öz həyatımızda yaşayıb onun bizə, bizim həyatımızda etdiyin dəyərini anlayan insanlar olaq. Müxtəlif formalarda dəfələrlə Allah ona iman etməyin vacibliyini bildirir. 250 dəfə aydın şəkildə iman barəsində və 400 dəfədən çox müxtəlif formalarda Allaha iman etməyinin vacibliyini vurğulayır və biz baxanda müqəddəs kitabda İbranilər məktubu 11-ci fəsil xüsusilə də bir fəsli buna ayıraraq imanın vacibliyini vurğulayır və ikinci ayədə çox maraqlı bir düşüncədir. Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar. Əcdadlarımız imanları mövzusunda Allah tərəfindən müsbət şəhadət aldılar. Və biz öyündüyümüz, adlarını əzbər bildiyimiz, onların həyatlarını və həyatlarında üzləşdiklərini daim xatırlayan insanlar, Allah onların həyatında nə işləri gördüyünü bilirik. Və biz görürük ki, Allah onların həyatında vəfalı və sadiq idi. Allah onların həyatında xüsusi işləri gördü. Və onların adı müqəddəs kitaba düşməyi hansısa bir şücaətlərinə görə deyildi. Allaha etdikləri möhtəşəm, mötəbər, təmtəraqlı ibadətlərlə də bağlı deyildi. Onların adları müqəddəs kitaba düşməyə səbəb Allaha olan imanları idi. Yaxşı işləri deyil. Əlbəttə ki, onların yaxşı işləri var idi. Əlbəttə ki, onlar Allaha ibadətlərini edirdilər. Onlar qurbanlar təqdim edən, dualar edən, oruç tutanlar idilər. Müqəddəs kitabı oxuduqda onların həyatını görürük. Amma Allah onların ibadətlərini önəmə çıxartmır. Onu vurğulamır. O, Allaha olan imanlarının bir bəhrələri idi. Allah onların imanı barəsində danışır. Və onların ibadətini deyil, imanlarının nümunəsini bizə örnək olaraq verir. Və biz müqəddəs kitaba baxanda İbranilər məktubu 11-ci fəsildən 3-cü ayədən 11-ci ayədən o vacib olan bir fikirləri qoymuşam. İman vasitəsilə Allahı dərk edirik. Çünki kim Allahı gördü? Allah barəsində də danışsın. Allahdan ilham almış insanlar Allah barəsində bizə xəbəri çatdırırlar. Allahın varlığını bizə aşkar edirlər və biz Allahın varlığı barəsində dünyanın yaradılmasından bəri öyrənirik və görürük ki, iman vasitəsilə Habil daha yaxşı işlər görməyə başladı. O nəinki ibadət edirdi, nəinki qardaşı Qabil kimi qurbanlar təqdim edən idi. O ən yaxşısını eləməyə Allah üçün çalışırdı. Və onun ən yaxşı etmək arzusu əllərin işində başlamamışdan əvvəl ürəyinin niyyətində idi. Allahım üçün nə edirəmsə, ən yaxşısını edəcəm. İbadəti yola verməyəcəm. Hazırlaşacam. Allaha olan ibadətim təşkil olunmuş olacaq, hazırlanmış olacaq. Necə də münasibət hər şeyi dəyişdirir. Münasibət dəyişdirir. Və Allah bundan bəhs edir ki, Hanok Allah qarşısında ömrünü yaşadı. Bəzi insanlar bir xof yaşadılar öz ürəklərində. O xof bilirsiniz nədən ibarətdir? Allah məni görür. Onlar Allah məni görür ifadəsində bir qorxu, bir lərzi yaşayırlar ki, səhv edərəm Allahın gözündən qaçmaz. Hanokun münasibəti tam fərqli idi. O özünü Allah qarşısında görürdü. Mən ümid edirəm ki, bu sözlərdə o fərqin vacibliyini qeyd edirsiniz. Nəinki Allah məni görəndir, mən özümü Allahla görənəm. Və bunun üçün mənə lazım deyil ki, kimsə məni kontrol etsin, kimsə mənə nəzarət etsin, kimsə mənim səhvlərimi mənim üzümə vursun. Mən özümü kontrolda saxlayan insanam. Səhvlərimi etiraf edən, boynuma alan, bəraət verməyən insanam. O da tamamilə münasibət fərqlidir. Tamamilə fərqli yanaşma və fərqli münasibət. Məhz buna görə müqəddəs kitabda aydın şəkildə yazılıb ki, bu imanın olmadığı halda
Allahı razı salmaq qeyri-mümkün vəziyyətinə gəlir düşür. Bu imanın olmadığı halında insan ürəyində bu münasibəti yaşatmadığı halda Allah ilə münasibətdə, Allaha etdiyi ibadətlərdə onu razı sala bilmir. Niyə? Çünki Allah bunu istəyir. Allah bunu önəmə çəkir. Nuhun nümunəsi necə də möhtəşəmdir. O Allahdan eşitdiklərinə ciddi yanaşdı. Allahdan eşitdiklərinə ciddi yanaşdı. Və onun ciddiyyəti o gəmini nəinki özü tikdi, oğullarını və gəlinləri də qatdı. Və deyirəm, o da nə qədər bizim üçün də bu xəbərdarlıq ciddidir ki, Haçan Məsih deyir ki, mən gələcəm, mütləq gələcəm və onun gəlişi qaçılmazdır. O gəldiyi zaman onun adına iman edənləri özü ilə bərabər padşahlığına aparacaq. Biz iman etməyənlər. Nə qədər o iman etməyənlərin sırasında tanıdığımız insanlar var. Nə qədər dostlarımız, qohumlarımız, ailə üzvlərimiz var. Nuhun nümunəsi o çox ciddi yanaşdı. Nə qədər onlar üçün biz dua edirik. Nə qədər ürək yanğısı ilə Allaha onlar barədə vəsatət edirik. Ya Rəbb, lütfünü onlardan əskik etmə. Əgər onlar məni eşitmirlərsə, eşidə bilən insanları göndər onların qarşısına. Gecə yuxularına gəl, özünü aşkar elə. Çünki o xəbərdarlıq bizim üçün ciddidir. Necə ki, Nuh onun ciddiliyi ilə qəbul edirsə, biz Məsih isə iman edənlər eyni ciddilik ilə Məsihin gəlişi barəsində, axirət barəsində, əbədi həyat barəsində yaxınlarımıza, tanıdıqlarımıza xəbərdarlıq etməliyik. İbrahimin nümunəsi inanılmazdır. Ümumiyyətlə, İbrahim adından çox xoşum gəlir. Mənə görə belə sambal var o adda da, İbrahim. İbrahimin nümunəsi necə də gözəldir, itayətkar. İbrahim haqqında danışanda birinci söz hansı ki, mənim ağlımda yer alır, İbrahim Peyğəmbər haqqında danışanda o itayətkar insan idi. Onun itayəti o qədər mükəmməl idi ki, Allah onu deyəndə İbrahim gəl mənim ardımca, o çıxdı getdi. Heç fikirləşmədi. İbrahimin Allaha olan sevgisi o qədər güclü idi ki, övladını mənə ver dedikdə, İbrahim, bu Allahın sesi ola bilməz. Allah bunu məndən istəyə bilməz. Mümkün deyil. Və bəzən də bizim həyatımızda olur ki, Allah nəsə belə xüsusi bir söz deyir. Allah belə söz deyə bilməz mənə. İbrahim yazılıb ki, sübh erkən durdu, odunlarını çiyninə aldı, oğlunu götürdü, gedirik. O iddia. Bu imanı özümüzə ibrət götürək. Bu imanı ürəyimizdə yer alaq. Allah həyatımızda olan hər kəsdən, hər şeydən daha alidir, daha vacibdir. Hərçəng əksər insanlar belə deyir. Hərçəng Allah haqqında danışan insanlar belə ağzı dolu danışaraq Allah haqqında böyük sözlərdən istifadə edir. Allah isə onun barəsində deyilən o gözəl, o belə şirdilmiş, bəzədilmiş sözlərə deyil, ürəyində yer alan niyyətinə baxır ki, doğrudanmı bunu mənim üçün edərsən? Doğrudanmı bunu edərsən mənim üçün? Doğrudanmı İbrahimdən nümunə götürərsən? Doğrudanmı Sara kimi ümidinin və çarəsizliyinin gözünün qabağını alaraq nəyinsə dəyişilməyinə inanmadığın halda böyük bir iman ilə Allaha sarılıb deyirsən, mənim üçün mümkün olmayan iman etdiyim Allaha mümkündür. O da necə bizə bu iman lazımdır? Bunu Saradan öyrənək və götürək, çünki həyatımızda üzləşdiyimiz bəzi məsələlər o qədər bizim üçün qubar kimi səslənir və biz deyirik ki, bu mümkün deyil. Və mən deyərdim, bəli, bəzi məsələlər var, bizim üçün mümkün deyil. Amma iman etdiyimiz şəxs üçün mümkün olmayan bir şey yoxdur. Amin. Biz buna güvənirik. Bu bizim imanımızın tərkib hissəsidir. Güvəndiyimiz Allaha mümkün olmayan bir şey yoxdur. Bütün bağlı qapıları üzümüzə açandır. Bütün maneələri aradan qaldırandır. Mümkün olmayanı bizim üçün mümkün edəndir. Sara'nın həyatı bunu göstərmədimi bizə?
Yazılıb ki, Sara qocalmışdı, artıq dünyaya övlad götürmək imkanı sıfır səviyyəsinə enmişdir. Allahdansa söz nazil olur. Gələn il bu vaxtı. Gələn il bu vaxtı ziyarət edəcəm səni. Qucağında övlad olacaq. Oyda. Mümkün olmayan mümkün olacaqdır. Və müqəddəs kitab məhz bundan danışır ki, bizim Allaha olan imanımız neydən ibarətdir? İman budur, əminlik, etibar, sədaqət və itayət. Hansı ki, bizim imanımızı təşkil edir. Yunan dilində pistis deyilir o sözə və qeyd elədiyim ki, müxtəlif formalarda 400 dəfədən çox müqəddəs kitabda səslənəndir. Amma yer alan söz budur. Təəssüf olsun ki, bəzi insanlar imanın sözünün mənasını belə kiçildərək inanmaq kimi, bir inanc kimi qəbul edirlər və inanclar çoxdur. İnanclar çoxdur. Kim qara pişin yolunu keçməyinə inanır, kimsə o ulduz təqviminə inanır. İnanclar çoxdur. Müqəddəs kitab isə bizə inanclardan biri olanı deyil, iman barəsində danışır. O iman insanın daxilində yer alaraq onun əqidəsini təşkil edir. İnsanın əqidəsini təşkil edir. Onun bütün düşüncə formasını formalaşdırır. Allahın vədlərinə və gerçəkliyinə dərindən inan. Heç bir şübhəyə yer qalmayana. Tamamilə Allaha etibar etmək, öz həyatını Allahın əlinə tam şəkildə həvalə etmək. Oyda. Öz həyatını Allahın əlinə həvalə etmək. Biz bunu edirik. Bu bizim dualarımızda öz yerini alır. Bilirsiniz haçan? Biz dua edəndə, ya Rəbb, mənim iradəmin dalsızca getmək istəmirəm. Arzularım var. Əlbəttə, hər insanın arzusu, istəyi var. Amma biz dualarda deyirik ki, mənim arzularım üçün deyil, sənin iradən üçün yaşamaq istəyirəm. Öz gözümdə doğru olanı deyil, sən mənə və nəsihət verdiyini həyatımda yaşatmaq istəyirəm. Telefona cavab verənə qədər bir sükut get. Davam edək. Sədaqət. Sədaqət nə qədər vacibdir həyatımızda, hə? Sədaqət Allaha qarşı sabit və daimi bir bağlılıq. Allah müqəddəs kitab səhifələrində müxtəlif insanların həyatında, müxtəlif dövrlərdə sadiq və sədaqətli olduğunu göstərir və istəyir ki, o nümunəyə uyğun olaraq da biz də həyatımızın müxtəlif mərhələlərində, müxtəlif anlarında həmin o sədaqəti Allaha göstərək, tamamilə ona bağlı qalmaqla. Tamamilə ona bağlı qalmaqla. Sabit bir bağlılıq. Və imanımızın ayrılmayan bir hissəsi itayətdir. Buyur. İman sadəcə bir fikir deyil. İman sadəcə bir fikir deyil. Həyat tərzidir. Bu bizim həyat tərzimizdir. Nəticəsində itayət dayanır. Onun üçün müqəddəs kitab səhifələrində bunları öyrənərək belənçi bir düstur təqdim etmək istəyirəm sizə. Bizim imanımız bərabərdir. Əminlik, etibar, sədaqət və itayət. Bəzi insanlar bunlardan hansısa bir keyfiyyətləri özlərində o qədər bəsləyirlər ki, onlarda bu keyfiyyət bunlardan biri daha əlvan, daha aydın görsənir. Yox? Bəzilərində belə əminliklə Allaha güvəndiyi, Allaha etibar etdiyi həm nitqində, həm hərəkətlərində görsənir. Amma tam düstur ora etibar da əlavə edir, ora sədaqəti də bağlayır, ora itayəti də əlavə edir. Sadəcə Allah var. Allahın varlığına iman edirəm. Yox. Mən onda əminəm, mən onda güvənirəm, mən onda arxayınam, mən Rəbbə sədaqət ilə ömrümü yaşayıram və onun mənə verdiyi nəsihətə tamamilə itayət göstərirəm. Romalılar məktubu 1-ci fəsil 17-ci ayə. Müjdədə Allahın salihliyi aşkar olur və bu salihlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb, salih adam imanla yaşayacaq.
Maraqlı bir ifadədir. Yox, maraqlı bir cümlədir, maraqlı bir ayədir. Salih adam imanla yaşayır və yazılıb ki, müjdədə oxuduğumuz müqəddəs kitabda Allahın salihliyi aşkar edilir və bu salihliyi əldə etmək üçün insana bir şey lazımdır. İman. Biz isə bilirik, imanın tərkib hissəsi nədən ibarətdir? Bir səhifə geriyə əminlik, etibar, sədaqət və itayət. Və müqəddəs kitabda müxtəlif nümunələr var ki, məhz bu iman insanların həyatında hansı transformasiya gətirib, hansı dəyişikliklər gətirir. Və bu dəyişikliklər haqqında fikirləşəndə bu gün səhər Petr barəsində fikirləşirdim və Petr barəsində fikirləşəndə bunu istədim sizə təqdim edim. Əlbəttə ki, bu Petr deyil. Əlbəttə bu Petr deyil. Sadəcə seçilmiş serialı var. Seçilmiş serialda bu simadan istifadə edirlər və Petr haqqında danışanda və müqəddəs kitaba nəzər saldıqda Petrin həyatı bizim üçün göz qabağında bir nümunədir. Mən deyərdim, əyanı bir nümunədir, hə? Və həmin o nümunəyə baxanda biz Petri emosional hərəkətlərinin nəticəsini düşünmədən hərəkət edən insan kimi tanıyırıq. Neydə onu mən qeyd eləyə bilərəm? Xatırlayırsınız, İsa'nı həbs etməyə gəldilər. Həmin ayəni orada qoymuşam, hə? Özünü atır qabağa, hərəkətlərinin nəticəsini düşünmür və kimi qorumaq istədiyi haqqında da unudub. Mən deyirəm, nə qədər də gülünc görsənir, bəzən məsihçilər də Allahın edəsi müdafiə etməyə çalışanda ehtiyac yoxdur. Heç qətiyyən ehtiyac yoxdur. Və bilirsiniz nə edir? Qılıncını çıxardır və həbs etməyə gələnləri, yəni də deyərdim, yaxşı, əskərə hücum elə. Qulun qulağını niyə kesirsən? O quldur da, silahsız dayanmış bir insan idi. Özünü görsədərək onun qulağını kesir. Yəqin birinci qabağına çıxan o idi. Yəni, bu göstərir ki, o emosiyalarını kontrolda saxlaya bilməyən idi. Hə, impulsiv idi. Nəticələri düşünmədən hansısa bir hərəkəti etməyə səy göstərir. Özünüzü tapırsınız o nümunədə, hə? İsa isə ona deyir, sən bilmirsən biz hansı ruhdanıq. Yox, bu deyil, bu deyil. Qula toxunur və onun qulağını bərpa edir. Petr özünə çox güvənən insan idi. Mən deyərdim, o hədsiz güvənirdi. Və Petr müqayisə etməyi çox sevirdi. Bir sonra edə bilirəm, İsa ilə danışanda İsa deyir, bilirsiniz, bir müddətdən sonra hamınız məni tərk edib gedəcəksiniz. Petr çönür, 11 nəfərə baxır, onlara görə deyə bilmərəm. Onlara görə xəbərim yoxdur. Onların müqayisəsində heç vaxt səni tərk etmərəm. Maraqlı diyor. Bu onun bilirsiniz, Allahla ömür yaşamağın ilk mərhələlərindən biridir. İlk mərhələlərindən biri idi. O balıqçı idi və içində Allah həsrəti və Allah sevgisi var idi. Və onun qardaşı Andreya gəlib İsa barəsində danışanda o İsa'nın ardınca gedən ilk şagirdlərindən biri idi. İsa'nın ardınca gedib və ondan öyrənənlərdən biri idi. Bizim kimi biz də öyrənirik. Və bəzən biz də lazım olandan artıq da özümüzə güvənirik. Petr kimi müqayisə edirik. Amma o müqayisə ehtiyac yoxdur. O müqayisə ehtiyacı yoxdur. Və çox maraqlıdır ki, həyatının böhran zamanında, ən çətin anında o bilirsiniz neydədir? İsa'nı inkar elədi. Bir dəfə deyil, 2 dəfə deyil. Özdə mənim üçün bilirsiniz, bu hadisəni gözümüz qabağında canlandıranda əskərlərin qabağına qılıncla çıxıb bir qulun qulağını kesən balaca qızdan qorxdu. Xatırlayırsınız o hekayəni? Bir qız dedi ki, sənin nitqin də onların nitqinə oxşayır. Sənin ləhçən Kapernaum şəhərinin ləhçəsinə oxşayır. Sən də ki, həmin o şəhərin sakinləri kimi danışırsan. Yox, mən onu tanımıram. 3 dəfə inkar etdi. Çox maraqlı münasibətdir. Amma həyatında transformasiya baş verməyə başladı. Və çox maraqlı idi mənim üçün Petr haqqında bu səhər fikirləşəndə İsa Məsih ölülər arasında 3-cü gün dirildikdə ona ilk görən Məryəmə deyir, get Petrə de, mən onu gözləyirəm. Petri çağırıram. O idi. Məncə Petr bu sözləri eşitmək xüsusi idi. Onun üçün xüsusi idi, mən səni gözləyirəm.
Və sonrakı onun həyatına baxanda fərqli bir Peterlə rastlaşırıq. Fərqli bir Peterlə rastlaşırıq. Həvarilərin işlərində artıq birinci fəsildən artıq fərqli bir şəxsdir. Nə oldu onun həyatında qısa bir müddətdə? Nə baş verdi onun həyatında ki, o balaca bir qızdan qorxaraq mən onu tanımayan deyən Peter, Həvarilərin işləri 2-ci fəsildə böyük bir izdihamın qarşısında durub Məsih İsa barəsində müjdə verməyə başladı. Böyük bir izdiham qarşısında onu deyirdi. Cəsarətlə müjdə verən. Və çox baxanda çox maraqlı idi ki, o təvazökarlıqla ömür yaşayırdı. Onun təvazökarlığını bilirsiniz harda görürəm? Korneliusun hekayəsində. Onun ölkəsini işğal edən, onun xalqı üçün düşmən sayılan Roma ordusunun zabitinə ehtiyac lazım olanda onun qapısına gedir. Oyda. Bizə küçədə salam verməyəni ikinci dəfə salam vermək istəmirik. Yox, biz salam vermək istəmirik. Amma deyirəm ki, nə qədər maraqlı nümunədir ki, məhz Petrin həyatında olan bu dəyişiklik düşmənlərini sevməyə səbəb oldu. Mən deyərdim ki, bu nümunə uyğun olaraq da bizə pislik edənlərə xeyir-dua verənlərdən olaq. Yazılıb, xeyir-dua verin, lənət deyil. Çünki xeyir-duanı miras almaq üçün dəvət edilmisiniz. Və tərgiblərdə qorxmayan biri idi. O, İsa Məsihə görə qadağanın qoyulmasına baxmayaraq, onu çağırdılar, xəbərdarlıq elədilər. Bəlkə bizi yaxşı eşitməmişdin, indi yaxşı eşit. Din xadimləri onu çağırdılar. Bir də onun barəsində danışma. Çıxdı küçəyə başladı danışmağa. Böyük bir cəsarət ilə Məsih İsa barəsində danışan idi. Peterin imanı etibara çevrilmişdi. Maraqlı idi, hə? O Allaha güvənirdi. Onun etibarı onda itayəti doğdu. İtayət isə xarakterini dəyişdirdi. Çox bir maraqlı bir kitab var. Onu vurğulamışdım bu kitab barəsində. O polyak bir müəllifdir və o kitab haqqında burada qoymuşam. 1896-cı ildə yazılıb. O Polşanın müstəqilliyi barəsində də yazanda o Neronun dövründə Peter və Paul barəsində bir fəsil ayırır kitabında. Və Neronun dövründə məsihçilərə qarşı böyük bir təqib var idi. Və məsihçiləri harda tuturlarsa öldürürlər. Və həmin o dövrdə Paul həbsdə idi, Peter isə Romada idi. Və şagirdlər Petri çıxardılar şəhərdən. Sən get, canın salamat qalsın. Və bu hekayə mən deyə bilməzdim ki, doğrudan da belə olub. Sadəcə bu kitabda bu barədə yazılır və orada yazılır ki, Peter şəhərdən çıxıb gedəndə İsa'nın Romaya getdiyini görür. Kitabda belə yazılır və Peter isə soruşur, ya Rəbb, hara gedirsən? O deyir, təzdən çarmıxa çəkilməyə. Kilsəmin yağla. Maraqlı bir kitabdır, çox xoşuma gəlib, bəs həmin o, mən bütün kitabı oxumamışam, o bəndi oxumuşam, o da ki, tərcümə eləmişəm rus dilinə, eləncə oxumuşam o hissəni. Çox maraqlı bir yanaşma idi və Peter qayıdır geri. Və həmin o gün, eyni ərəfədə Peterlə və Paul Məsih uğrunda Məsihə öz canlarına qurban verirlər. Amma müjdədən dönmürlər və müjdəni açıq elan edirlər. Qorxaq, cəsarətsiz, tərəddüd edən, böyük bir iman ilə öz iman şəhadətini göstərdi. Məsih uğrunda canından keçməyə hazır oldu. Biz bəzən emosiyalarımızdan keçə bilmirik. Ya, bəzən emosiyalarımızdan keçmək çətin olur, hə? Çox vaxtı qürurumuzdan keçmək çətin olur. Çox vaxtı bizdə formalaşmış düşüncədən keçmək bizə çətin olur. Amma mən deyirəm ki, gəlin təqlid edək, gəlin nümunə götürək, gəlin öyrənək bizdən öncə yaşayanların iman nümunələrindən, onlardan ibrət götürmək üçün. Çünki müqəddəs kitabda iman mövzusu müddətini bitirməyən bir mövzudur. Nəsillər dəyişilir, dəb dəyişilir, texnologiya dəyişilir, bu mövzu isə heç vaxt öz aktuallığını dəyişdirmir və onun üçün bəlkə onların iman nümunəsindən özümüzə ibrət götürək və emosiyalarımızı, qürurumuzu dualarımızda Allahın qarşısına peyandaz kimi qoyaq. Sənə verirəm. Artıq məğrur insan olmaq istəmirəm. Öz düşüncələrimə görə hərəkət edən insan olmaq istəmirəm. Səni tanıyan bəndə kimi davranmaq istəyirəm.
Peter kimi, Daniel kimi, Davud kimi, İbrahim kimi səni tanıyan şəxs kimi davranmaq istəyirəm. İbranilər məktubunda 13-cü fəsil 7-ci, 8-ci ayələr və bu günə indiyə müraciət etdiyim sonuncu ayə olacaq. Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə alaraq götürün. İsa Məsih dünən, bugün və əbədi olaraq eynidir. Amin. İsa Məsih dünən, bugün və əbədi olaraq eynidir. Və bizə deyir ki, biz müqəddəs kitaba müraciət edəndə bizdən öncə yaşayanların həyatına nəzər salaq. Bizdə öncə Məsih ilə bərabər yeriyənlərin həyatlarına nəzər salaq və onların imanlarından özümüzə ibrət götürək. Onların imanını təqlid etmək üçün. Və deyirəm, gəlin biz də elə edək. Gəlin bizdən öncə yaşayanların imanlarından nümunə götürək və onların imanına görə də davranan insanlar olaq. İndi bölüşmək istədiyim bu qədər idi. Qörəb sizə xeyir dua versin. Ümid edirəm ki, bu faydalı oldu sizin üçün. İmanın vacibliyi və imanın düsturu barəsində bölüşəndə.